Bürçlərin 14 dekabra ən düz proqnozu. Qoç, yeni ideyalara açıq olacaqsan. Enerjin yüksəkdir, amma tələskən qərarlardan çəkin. İşdə kiçik addımlar böyük nəticə gətirə bilər. Boğa, maliyyə məsələlərində diqqətli ol, xərcləri yenidən gözdən keçir. Eyni zamanda yaxın əlaqələrdən dəstək gələcək. Əkizlər, əlaqələr və kommunikasiya günün mərkəzindədir. Düzgün söhbət qapıları açar. Bu məsələni yaxşılaşdırmaq fayda verər. Xərçəng, emosiyalar daha dərin ola bilər. Özünə qayğı göstər və sərhədləri qoruyun. Ev və ailə mövzularında rahatlıq tapacaqsan. Şir, yaradıcılığın parlayır. Özünü göstərmək üçün yaxşı gün. Amma egonu idarə et. Komanda işində balans saxla. Qız, detallara diqqət tələb olunur. Planlama və təşkilat sənin tərəfindədir. Sağlamlıq və rutin işlərinə prioritet ver. Tərəzi, münasibətlərdə harmoniya axtarışı güclüdür. Kompromislə irəlilə. Estetik və sosial imkanlar ortaya çıxa bilər. Əqrəb, dərin düşüncə və intuisiyaya güvən. Maliyyə və qərar verilməli mövzular ciddi yanaşma istəyir. Sirlər açıla bilər. Diqqətli ol. Ox atan, macəra və yeni öyrənmələr üçün yaxşı gün. Şəxsi azadlığı qoruyub yeni fürsətlərə hə demək olar. Səyahət planları düşündüyündən sürprizli ola bilər. Oğlaq, iş və məsuliyyət sahəsində irəliləyiş mümkündür. Səbr və disiplin mükafatlandırılır. Maliyyə qərarlarında reallığa sadiq qal. Dolça, ideyaların qeyri-adi və cəlbedicidir. Sosial dairələrdən dəstək gəlir. Texniki və ya intellektual layihələrdə addım at. Balıq, empati və yaradıcılıq yüksəlir. İncə işlər və yaradıcılıq üçün əlverişli vaxtdır. Eyni zamanda sərt reallıqlara da sakitcə münasibət göstər.